Ataxan, olar ki telefonu kənara qoyub bundan bir dənə proyekt düzəldəsən? Hər kəsə salam. Övladlarımızı telefon asılılığından necə xilas edək? Bu videoda sizə tətbiq etmək üçün bir neçə qayda təqdim edəcəm. Texnologiya üçün vaxt məhdudiyyəti qoyun. Ailədə texnologiya istifadəsi üçün müəyyən qaydalar tətbiq edin. Telefon istifadəsini dərsdən sonra və ya yalnız müəyyən saatlarda məhdudlaşdıra bilərsiniz. Nümunəvi davranışlar göstərin. Çünki uşaqlar valideynlərinin davranışlarını təqlid edirlər. Telefon istifadəsində balanslı olmağa çalışın. Vaxtınızın bir hissəsini övladınızla keyfiyyətli keçirin. Cəlbedici alternativlər yaratmaq, uşaqların telefon istifadəsi əvəzinə digər maraqlı fəaliyyətlərlə məşğul olmasına şərait yaradın. Birlikdə oyunlar oynamaq, idmanla məşğul olmaq və yaxud da bizim robotexnika kurslarımıza qoşularaq uşaqlarınızı telefondan uzaq edərək maraqlı fəaliyyətinə şərait yarada bilərsiniz. Məsələn, övladınızla açıq dialoq yaradın və telefonun necə zərərli olduğu və balanslı istifadənin əhəmiyyəti haqqında söhbət edin. Eyni zamanda uşaqlarınızla söhbət edərkən onların narahatlığını və ehtiyaclarını nəzərə alın. Övladınızın telefon asılılığı istifadəsini azaltmağa kömək edəcək. Açar məqamı isə sevgi, anlayış və davamlı dəstəyi təmin etməkdir.